Bu hal-hazırda boşananlar var da, mən fikir verirəm ki, hətta belə statistik rəqəmlərə baxanda 1 il tamam olmamış boşananlar daha çoxdur. Da yəni çoxluq təşkil edir. Yəni burada da siz dediyiniz kimi dözməmək halları baş verir, sonra gəlirlər, yoxsa nəsə başqa məsələlər də var, yoxsa Yox, biz bilmədiyimiz? iminlə dözməmək, потому что ərə gedəndə ikisi də, oğlan da, qız da. Birinci vücudu görürlər. İçdən xəbərləri yoxdur. Onsuz da birinci vücuda vururlar da, belə baxanda. Elə deyil. Yox, belə Hissiyat olmalı. insanın belə Baxın, geyiminə görə qarşılayırlar, ağlına görə o yola heç salırlar. də. Ancaq insan hissiyatı var axı. Hə, o da var, təbii ki. İnsan hissiyatı var. Baxın, heç alə olmasın. Biz bir insanla rastlaşanda elə bilirik ki, biz bunu 100 ildir tanıyırıq. O qədər isinişir insan ona. Bir ruh həkizi kimi. Ay sağ ol. Neysə hissiyatımız var da heç olmasa. İndi nə olsun gözümüz görür. Ki bu gözəldir, belədir. Ancaq adam var ki, nə gözəlliyi görsənir, nə bir şey. Elə bir dənə ağzını açsa, deyirsən ilahi bu vedmadır. Başa düşürsünüz? Yəni ki, bu insan hiss eləməlidir. Ancaq insan var hissiyatlarını o qədər boğub, hiss eləmək qabiliyyəti yoxdur. Vücudu görürlər, vücudu sevirlər. Və illüziya başlayırlar qurmağa. Sən beləsən, sən beləsən, sən beləsən, belə olmalısan, belə olacaqsan. Həyatda görürlər ki, mən istədiyim kimi heç nə olmadı, düzəlmədi. Eybi yoxdur, nə olsun? O qədər oğlan var ki, boşanacağım, o birisine gedəcəm. Məsuliyyət yoxdur. Başa düşmürlər ki, kim kiminə, lap işə gedirsən. Mütləq sən o münasibətdə rus demişkən pritirka olmalıdır. Bilmirəm Azərbaycanca necədir? Belə deyim, Bir-birinə toqquşmanlar olur da. Ay sağ ol, toqquşma mütləq maraqların toqquşması. Mütləq olmalıdır. Krizis yaşamalıdır hamısı. Ki o krizisdən çıxmaq yolları var. Həyatın özü belədir, belə baxanda. Bəli, Həmişə olur da, yəni. mübarizədir də. Bəs mən nə deyirəm? Həmişə. Hakim gəlib ki, düz xalçanın üstündən keçib, gedib yuxarı başa oturub. Hamı bir trenerlardan keçib. Hərə bir hansısa yollarla gəlib nəyəsə nail olur. Və o yolları ikisi bir yerdə keçəndə onda daha asan olur. Daha rahat olur. Başa düşmə olanda bir-birinin arasında. İndikilər niyə tez boşanırlar? Niyə? Eşitmirlər bir-birini. Eşitmək istəmirlər, eqalıdırlar hamısı. Hamının eqası yüksəkdir. O deyir, mən deyən olacaq. İndi qızlar da əvvəllər qadın kişiyə ustupkaya gedərdi. Deyərdi ki, bu kişidir, qoy bu deyən olsun. O da müdrikliyi yoxdur. Ağılla işləyirlər.